bayaqları dediyim kimi Napolyon deyil, domik deyilən ev tipində, yəni bir ovuntulu xəmirdən olan çox bir qatdır. İçində ancaq malina ilə ya vişne olmalıdır. Çünki ona dadı verən, kəsim verən. Düzdür, bu biraz bizə təzədir. Nəzərinizə alın ki, biraz bunun hələ ki indi yığmışıq. Bu 1-2 saat soyuducuda qalmalıdır. Tərkibi kremi smetandandır və şəkər tozu iləndir. Kəsimində bilmirəm, indi biraz o tutumu yoxdur, amma sizə bir dənə kəsimini də onda burada başa salaq ki, kəsimində necə olacaq. Amma bu soyuducuda mütləq şəkildə 1-2 saat qalmalıdır, mütləq. Özünü tutmalıdır, kremlə bütün tərkiblər qatışmalıdır bir-birinə. Mən bilmirəm, bunun kəsimində bu dağıla bilər, amma hələ ki, lap təzədir. Çox təzədir, onu 1-2 saat qalır. Tərkibi, kəsimdə. Kənarda çəkirəm ki, içini görəsiniz. Bax, kəsim, yox, o ayrılacaq bir-birinə. Kəsim, bax, belə bir, içində bütün kəsimlərin içində vişnə, malina görsənməlidir. Və mütləq şəkildə 2 saat azı soyuducuda qalmalı. Bizdə heç 2 dəqiqə deyil ki, tortumuzu yığmışıq. Başa düşdünüz, aydın oldu sizə. Bu da bizim bayaqlarda sizlə, uşaqlarla, tələbələrlə yığdığımız yulaf piçeynisidir. Yulaf piçeynisində hazırı, bax, bu cürdür. Əlcələriniz yox, kəsimini baxardır. Bax, bu cür, yulaf piçeynisinin tərkibi. Nuş olsun. Yenə də hazırlayan evdə çox dadlı bir şirniyyatdır. Çox sağ olun.